Maşının qabağında durub, biri arxasında icazə vermirlər ki, maşını sürüm. Maşınla da məni sıxıb sağa saxlayıblar. Sıxa verdilər bura. İtab istəyirsən. Başa düşdünüz? Sen niye tabisiz değilsin ki? Tabisiz deyirəm. Düş aşağı. Saxlama səbəbim nədir? Bildiğin olsun xanım. Qardaş, xanım mənim həyat yoldaşımdır. Saat yaxşı, başqa dedik xanım, bak deyən aşağı bir dənə vəsiqə təqdim. Bildim, niyə aşağı düşürəm ki maşından? Ha? Mən niyə aşağı düşməliyəm ki? Niye saklamışsın ki bunu? Saxlamışam da yolun arasında. Yolun arasında qardaş. Ben de buraya sahar əziz. Qardaş, şəxsiyyət vəsiqəm burada, nə siz məndə? Yoxsuz. Səbəb nədir saxlanma səbəbi? Saklama səbəbi şübhə şəxsim saxlamısan Ha, maşını. buyur. Burada başka hareket edilmez. Zəhmət olmasa şeydir, maşına niyə girmirsiniz qardaş? Ha? Niyə girsən maşına? Girməmişim maşına. İndi niyə saxı vaxtımı alırsınız yaxşı? Bildim də niyə vaxtımı alırsınız? Niye saklamışsan bunu onu soruşursun. Yorulmuşam dincəlləm burada. Bunun nə var ki? Vaxtında deyildin ha? Vaxtında demişəm də. Mən o vaxtımda deyirəm də, vəsiqəni niyə saxlayırsınız? Vaxtınız qaytarın da qardaş. Verirəm. Niyə vermirsiniz yaxşı? Mən şəxsiyyətimi niyə saxlayırsınız özünüzdə? Siz məndən icazəsiz məni necə çəkə bilərsiniz ki? Niye çəkmirsən? Sən Çəkə bilməzsiniz. Sən çəkirsən ki. Mən sizi çəkmirəm ki. Yoldaşım məni çəkir. Burada yoldaşım məni çəkir. Maşının içidir, şəxsi əmlakımdır. Mən öz əmlakımı çəkirəm. Buradan durub məni çəkir. Siz məni niyə çəkməlisiniz? Sən məndən pul istədin, vermədin, belə eləyirsən. Pul istədi. Hə. Yaxşı. Tamam. Qapını örtündə zəhmət Nə olmasa. istədi kimi deyə bilərsən. Maşının qapısını örtün də zəhmət olsun. Maşını Götür. Daşı niyə qoyursunuz ki ora? Biz daş qoymamışıq. Daş orada. qoysan sonra desən daşı niyə qoyursan? Daşı qoy bura deyib elə. Çıx gedək.